Sumqayıtdan Laçına avtobus reysi açılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil ediləcək. Fevralın 23-dən başlayacaq. Reys üzrə avtobuslar hər gün Sumqayıt avtovağzalından saat 7-də, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gediş haqqı 16 manat 60 qəpik təşkil edir. Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələr təyin edilib. Sumqayıt Xocalı üzrə gediş haqqı 14 manat 30 qəpik, Sumqayıt Xankəndi üzrə 14 manat 80 qəpik, Sumqayıt Şuşa üzrə isə 15 manat 20 qəpik təşkil edir. Qeyd edək ki, biletləri yalnız onlayn qaydada Biletim Az portalı üzərindən əldə etmək mümkündür. Azərbaycan vətəndaşları Biletim Az portalı və ya mobil tətbiq üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim edilir.